Quran oxumaq. Bəzilərimiz olur ki, ya bu məsələdə səhlənkarlıq. Elələrimiz var ki, illərlə artıq dindədir, 10 ili keçib, 15 ili hələ də öyrənməyib. Ya Quranı öyrənməyib, düzgün oxumağı və ya ümumiyyətlə öyrənməyib və ya öyrənib, amma əməl eləmir. İbn Abbas deyir ki, yəni bir insan əgər 40 gündən artıq Quranı tam oxuyub bitirə bilmirsə, o artıq Quranı həcr edənlərdən sayılır. Quranı həcr edənlər Quran-ı Kərimdə məzəmmət olunub. Peyğəmbərimiz onun sözündən ayə gəlir ki, Rəbbim bu qövmün Quranı tərk etdi. Yəni həcr etdi, tərk etdi. Deyir ki, ona görə yəni bir insan əgər bir ayda və ya 40 gündə Quranı oxuyub tamamlaya bilmirsə, o artıq Quranı həcr etmiş olur. Həmçinin Quranın özündə də böyük savab var. Yəni Peyğəmbərimiz buyurur ki, bir hərf 10 savabdır. Gör insan yəni bir səhifə oxuyursa nə qədər savab qazanır. Allah isə deyir ki, sizdən biriniz o qədər acizdirmi ki, 1000 savab qazana bilməsin. Deyir, ya Rasulullah, bir insan necə 1000 savab qazanar? Deyir ki, 100 dəfə Subhanallah deyər, ona 1000 savab yazılır. Yəni 10 mislində. Eləcə də Quran oxumaq, hər bir hərfinə 10 savab verilirsə, insan görür nə qədər savablar qazana bilər. Asanlıqla.